Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Aprel ayının 4-üdür, həftənin şənbə günüdür. 2026-cı ildə son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Bugündən başlayaraq hava yenə də pisləşir. Bundan bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, bugündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısa müddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakı ətrafı su basmayan meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır. Elə bundan bağlı Fövqəladə Hallar Nazirliyi də bu hava ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, intensiv yağıntıların səbəb ola biləcəyi su basma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur. Bundan başqa eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək. Avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır, deyə Fövqəladə Hallar Nazirliyinin müraciətində bildirilir.